Herkese yeni bir vlogdan salam qızlar. Necəsiniz? Ümid ki, hər biriniz yaxşısınız. Bu günləri vlog açmaq istedim. Bilmirəm nələr çəkərəm, nələr paylaşaram. Dedim eyb yoxdur. Başlayaq, bismillah edək. İnşallah ki, arada da gələr. Və bu arada qızlar, orada artıq evin krişası vurulur. Görüm, göstərə biləcəm. Orada ustalar var. Baxın belə. Taxtaları falan vurduq. Qalıb indi şifri. O da ki, yəqin ki, sabaha falan belə qutarar. Artıq bitər. Bu gün əslində çəkmək istədiyim o qədər də bir şey yoxdur. Sadəcə olaraq axşam bir bağlama gələcək Temudan. Hansı ki demişdim sizə, bəs 2 manat ayaqqabı almışdım. O gəlməlidir. Onu açacağıq. Bir də başqa məhsullar var mənim olmayan. Amma yenə də sizlərə göstərəcəm hər birini. Belə keçən səfər bir izləyici yazmışdı ki, deyir ay bacı, deyir, oranı göstərsən, buranı göstərsən, üzünü görmürük deyir. Arada bir kameranı tərpət. Ona görə indi mənə çaş-baş qalmışam. Deyirəm əlimi belə eləyim, heç olmasa neyiniyim. Görək başımıza nə gəlir. Qızlar, axşam yeməyi üçün kartof və toyuq qızardıram. Toyuğu qoymuşam çöldə bişməyə. İndi isə kartofu belə duzladım, ədviyyatladım. Bu arada bu qırmızı pul biberdən tökmüşəm. İndi yenə acı olacaq, amma nəysə. Ədviyyatlı yeməyi çox sevirəm. Yəni acı olsa da olmasa da belə qatıb qarışdırıram. Bunları da qarışdıraq, qoyaq çöldə bişsinlər. Və qızlar, burada isə Temudan bağlamamız gəlib, onu birazdan atacağıq sizlərlə. Ondan qabaq mini bazarlığımızı göstərim. Elə pirinlikdir, şordur, naharı yeməyi xoşlayıram. Sonra belə bir sokdur. Sonra belə bir şirniyyatdır. Bunlar da adı qəşəngdir. Və bizim vazgeçilməzimiz yoğurtlar. Bunlar həqiqətən çox sevirik. Hətta meyvə salatına qatında çox-çox ləzzətli olur. Səslə qayıdaqsan bunları. Nənə qoyma. Nənə qoyma. Hündüşka başından qoy, nə bilim. Bizim o birisinin daha yaxşı tərəfi. Daha rahat oxşuyur. Və qızlar, görürsünüz də, yəni yoldaşımla video çəkəndə o qədər də yaxşı alandıra bilmirəm. Çünki çox danışa bilmirəm. Deyir səslə qoyma, nə bilim neyinə. Halbuki bütün videolarım yəni ki səsləndir. Amma niyə belə eləyir bilmirəm. Hətta mənə deyir ki, onu çəkmə, bunu çəkmə. Nəysə qızlar, söhbəti uzatmayaq, keçək bağlamayaq. Burada belə bir kaşlokdur. Belə xırda mini əşyalarınızı qoymaq üçün, telefonu qoymaq üçün. Hətta onun arxasında da bir şəffaf belə bir yeri var. Telefonu oradan işlədə bilərsiniz. Düz mən işlətdim, baxdım, tam yaxşı işləmir, amma idarə etmək olar, yəni heç işləmir də deyil. Ən azından biraz da olsa işləyir, yəni belə bir daha doğrusu 2-dən belə zamaqlıdır. İçi də belə bölməli, rahat, çox genişdir. Yəni bir neçə balaca əşyaları sığışdıra bilərsiniz. Amma ki ipini biraz bəyənmədim, biraz qısa qaldı. Daha uzun istəyərdim olsun. Növbəti məhsul təmizlik salfetkası bu mənim deyil. Sonra burada isə deyirəm yoldaşımın bir dənə maşın əskisi var. Onu istədim sonu saxlayım, onu biraz həyəcanlandırım. Daha gedib yox, açın bax. Bu da belə maşın silmək üçün bir əskidir. İndi görə hələ dediyini eləyəcəkmi? Hansı ki bir dəfə bütün suyu çəkən. Əslində bu videosundan çox keçib, gərək soruşum görüm hələ yoldaşım necə oldu onun istifadəsi. Xoşuna gəldimi yoxsa yox. Burada belə bir kabrodur, yəni mənim telefonuma aid. Ağ-qara belə ürəkli. Biraz əyrilmişdi. Telefon taxanda düzəlir, amma istər-istəməz yenə biraz da əyriliyi qalır üstündə. Sonra bu da belə bir it qovandır. Yenə də bu bizim deyil, amma bizə də lazımdır, ondan gərək alım. Sonra burada isə bir də mamanın kabrosudur. Telefonu üçün almışdı. Bu da yenə mənim deyil, başqasının kabrosudur. Bağlamanın desən elə %90 mənim olmadı. Nəysə. Burada isə yenə də mənim olmayan başqalarının aksesuarlarıdır. Yəni özümə sifariş vururdum. Sifarişin üstünü tamamlamaq üçün digərlərinin sifarişini vurdum ki 30 manatlıq olsun. Yəni mən adətən belə eləyirəm. Yəni bunları da açıb göstərə bilmədim sizə. Üzr istəyirəm çünki mənim deyil. Və qızlar, yeməyimizin də son halı belə görsənir. Toyuğumuz, kartofumuz. Əslində bunlar soğanla göyərti elədim. Sadəcə göyərti olmadığı üçün day soğan da eləmədim. Burada isə bayaqları 2 manatlıq ayaqqabımı göstərirəm. Çox rahat idilər. Hətta digər aldığım ağlardan çox rahatdılar. Qızlar, deməli qardarobumu səliqəyə salıram. Qış paltarlarını götürüb yay paltarlarını gətirirəm. Sadəcə olaraq yubkalarımı keçirtdim bu tərəfə. Gərək ki bunu da götürmür. Plaşın artıq məncə sezonu gedib. Bir də ki bu yubkada baxın belə pas ləkələri var. Bu da bilmirəm ki buna hardan dəyib, necə olub. Yəni bunu bilən varsa zəhmət olmasa yazardı ki mən bunu necə çıxara bilərəm bu yufqadan. Çatibitdən soruşacağam, yoxlayacağım. Amma ki kiminsə yaxşı bir üsulu varsa yenə də yazar. Burada da belə donlarım, başqa bir iki paltarım da var. Onları da gətirim asın buradan. Qızlar, donlarımı da çıxartdım. Dedim qoy gözümün qabağında olsun. Həm də qardıromda dolu görsənsin. Onsuz da 1-2 aydan sonra onların da vaxtıdır. Daha doğrusu 1 aydan sonra, yəni maya artıq geyinə bilərəm. Və burada belə 2 dənə donum qalıb. İndi bunlar artıq mənim 5 ilkam olmadığına görə keçirik yoldaşımla. Qardırobundan oğurluq edirik. Bu veşilkaları o qədər bəyənirəm ki, taxta veşilkaları. Sadəcə olaraq mən bunları Temudan vurmuşdum, qızlar paylaşmışdım bir vlogda. İndi bunlar artıq bizə çatmır.
Və mən istəyirəm ki, gedim Sinsaydan yenə də alım. Keçən səfər gördüm Sinsayda var idi. Qiyməti də sən deyən baha deyil idi, yaxşı idi. Sadəcə olaraq üstümdə pul olmadığı üçün ala bilmədim. İndi də gedərəm ki, görərəm yoxdur. Nəysə, taparıq yəqin ki. Alaram, yenə gətirərəm. Çünki belə dolu-dolu görsəndə daha qəşəng olur. Və qızlar, 2 donumu da astım. Baxın bunlardır. İndi gəlin bunları tək-tək göstərirəm. Sadəcə olaraq ütülənməlidir. Dedim göstərim, sonra ütüləyərəm. İtilik göstərsəndə daha yaxşı olardı, amma baxın, görün nə qədər donum var. Yəni demək olar ki, ən çox don geyməyə başlamışam hardasa son 2 ildir. Burada belə yubqalı belə, ətəkli belə dəstimiz var. Bu yayda çox-çox gözəldir. Bunun burası isə qızlar, bilirsiniz necə olub, nədən olub? Gəlin göstərim onun qatilini. Bu çantam bütün paltarlarımı tirtikləndirdi. Bilmirəm niyə. Nə üçün? Ona görə də bunu istifadə eləməyə qorxuram həqiqətən. Çünki hansı paltarımla geyinmişəm, adi bu plaşımı belə, baxın bu plaşımı belə tirtikləndirdi. Halbuki bunu Zaradan almışdım. Bunun niyə belə materialı var bilmirəm. O da belə ona görə olub. Əslində bunu təmizləyə bilərəm. İndi bunu təmizləyərəm. Sonra deməli belə. Bu belə bir yubqalı dəsti. Çox qəşəngdir qızlar. Yayda o qədər gözəldir ki, çox yüngül bir materialı var. Bu belə. Tam belə göstərim. Sonra bu donumu Trendyoldan almışdım. Onu da nə üçün almışdım? Lavanda bağlarına gedəndə geyinmək üçün almışdım. Amma mən gedənə qədər bu donum gəlib çıxmadı. Ona görə lavanda bağlarına da geyinə bilmədim. Qəbələdə getmişdi keçənləri. Amma bu donunda bir şey var ki, biraz mənə boydan qısadır. Əynimə olur. Sadəcə olaraq boyu mənə biraz qısadır. İndi mən də istəyirəm ki, bunu bu tikişini belə söktürüm. Öz parçasından alım. Yəni bu parçalar onsuz da satılır da hər yerdə. Alım biraz buna indi əlavə eləyək. Sadəcə olaraq nazik bir şey yoxdur. Yəni elə eləyim ki, bu məsələn baxın 1-2 qatda burada milçək sinirlərimə toxunur. Yəni 2 qatda görsünüz. Mən bunu istəyirəm ki, 3 qat olsun, biraz uzun olsun. Yəni geyinə bilim də rahat-rahat. Bu da belə. Bir dəfə bunu şəkil çəkdirmək üçün geyindirmişəm. Yəni geyinmişəm daha doğrusu. Bu belə ikinci donum. Sonra bu. Bunu da çox sevdiyim donlardan biridir. Hardasa bir 3 il olar ki məndədir. Bunu çox sevərək, çox bəyənərək almışdım. Üstünün çiçəklərinə baxın. O qədər xoşum gəlir bu dondan. Hər yaz, yay belə bunu geyinirəm. Bu da belə sarı donum. Sonra burada da yenə bunu da keçən il desəm onu almışdım, səhv eləmirəmsə. Bu arada qızlar bu donumla bu donumu, bir də ki bu donumu indi birazdan göstərəcəm. Bir də ki bunu türbandan almışdım. Türban moda var, Hicab mağazini oradan. Bu da belə bir çəhrayı çiçəklidir. Bunu da çox bəyənmişdim. Çəhrayı rəngdə hicabla taxırdım. Çox gözəl görsənir. Belinin belə kəməri də var və belə bir cibi də var. Belə. Bu da belə bir dondur. Sonra keçək növbəti dona. Bu da yenə dediyim kimi türbandan almışdım. Yəni bir ara məndə bir xəstəlik var qızlar. Hara öyrəşirəmsə, başlayıram bir müddət oradan alışveriş eləməyə. Bilmirəm məndə bu nə xasiyyətdir. Yəni bir ara türbana o qədər bağlanmışdım. Bütün geyimlərimi oradan alırdım. Sonra keçdim. Sonra keçdim Zara'ya keçdim. Ondan sonra nə bilim də Trendyol ora bura nəsə belə qarma qarışıq. Nəysə bu da belə bir dondur. Belə baxın enli bir dondur. Qolları isə belə. Mən ümumiyyətlə qolu detallı olan şeyləri çox-çox sevirəm. Qolu belə enli olsun, büzməli olsun. Yəni sadə qol olmasın da, iminli qolunda nəsə olsun. Məsələn, bu donun qolu sadədir, düzü baxın. Bədə sadədir, heç bir effekti falan yoxdur. Amma ki, rənginə görə aldım, çiçəyinə görə aldım. Belə. Bu da belə növbəti donum. Sonra bu da belə. Bunu da belə türbandan almışdım. Bunu da çox-çox sevərək almışdım. Yəni ilk görəndə vurulmuşdum da bu dona. Bunun o qədər gözəl rəngləri var ki, həqiqətən. Bunu da belə hətta geymişəm, toya falan da gedəndə geymişəm. Gündəliyə geyindiyim yadıma gəlmir. Gündəliyə bir dəfə geymişəm. Belə. Materialı falan da çox gözəldir. Yəni bilmirəm necə başa salam sizə. Dəhşət gözəl materialı var. Belə, bu da belə növbəti donum. Sonra bunu yəni görürsüz onsuz da videolarda belə ximarlı bir dəstdir. Üçlü dəst. Yəni bu videosunu görürsüz, ona görə çox detallı göstərmirəm. Sonra bu donum da məndə çoxdandır var. Hardasa bir 4 il falan olar ki, belə məndə var. Yəni çox da bunu geyinməmişəm. Əslində bir iki dəfə geyinmişəm. İndi istəyirəm ki, buna qəşəng bir dənə mavi rəngdə uzun ximar alım. Yəni istəyirəm ki, artıq hicablarımı ximara çevirim. Yəni belə bir fikrim var ağlımda. Görə bu donlarımı saxlayıram. Çünki üstlərindən uzun ximar alanda daha qəşəng olacaq. Altından belə mavi. Üstünün də istəyirəm ki, ximarını mavi rəng alım. Qəşəng mavi rəngdə. Məncə qəşəng olacaq. Sonra burada da belə bir donum var. Bunu da gəlinimizin xınasında geyinmişdim. Bunu da görürsünüz, yenə qol detalı var. Yəni qol detalı belə olanları çox sevirəm. Belə kəmərlidir. Bantik kimi bağlayırsınız. Çox gözəl görsənir. Cibi falan, aha, cibi də var belə burada. Belə saten belə bir dondur. Bu da çox gözəl idi. Bunu isə baxın bu boz rəngdə hicabla bağlamışdım. Çox gözəl gedir bozla. Bu su yaşılını isə bu donumla bağlayıram. Çox gözəl görsənir. Burada da belə bir abayamız var. Bunu da keçən almışdım. Çox sevərək almışdım. Həqiqətən əyni də o qədər gözəl durur ki, qolu falan da belə enlidir. Altından isə belə Mədinə ipəyi belə bir
Baxın, belə içlikdir. Çox gözəldir. Həqiqətən bunu ağ hicabla da, qara hicabla da bağlaya bilərsiniz. Belə uzun. Materialı da o qədər yüngül, yumşaq, sərin. Yəni keçən yayı demək olar ki, kef eləmişəm də. 2 dənə paltar almışdım. Bir bunu almışdım. Bir də ki bunu almışdım. Yəni dəhşət. Demək olar ki, keçən yayda bu 2 dənə geymişəm. Və belə. Demək olar ki, qardırobum doludur. Yəni xoşum gəlir də qardırobumu belə dolu görəndə. Çox sevirəm. Amma ki, köynəklərim azaldı. Çünki dediyim kimi yubkanı, məsələn, yubka bir dənə burada belə cins yubkan falan var. Bunlar var. Yəni, onlarla kombin eləməkdənsə ən çox yay aylarında don geyinməyi daha çox sevirəm. Daha çox üstünlük verirəm. Yəni ona görə də belə köynəklərim azdır. İndi budur. Bir də orada mavi köynəyim var. Baxın, bu mavi köynək deyirəm. Bunu da Trendyoldan almışdım. Cins yubkamla geyinirəm. Baxın bundan. Belə çox qəşəng görsənir. Belə, indi də bunu yenə də asaq oradan. Sadəcə olaraq artıq burada veşilkam bitib. Yenə də görüm yoldaşımdan hansı köynəyini çıxardıram. Belə, bunu da asaq buradan. Bir də qızlar, keçən səfər yorumlarda xanımlar yazmışlar ki, hicabların azdır. Düzdür, əslində evə görə, yəni bu ev təmir ərəfəsində çox da belə özümə bir xərc qoymamışam. Ancaq demişəm ki, evə nə lazımsa ev eləyək. Amma ki, mənə lazım olan rənglər, məsələn, qaradır, bozdur, nə bilim, yəni, ən çox ağ istifadə edirəm mən bu arada. Yəni, sport hicab olsun, şərf olsun, ağ istifadə edirəm. Bir də ki, bunu istifadə edirəm. Yəni, belə, yəni, lazım olan rənglər var. Həm də ki, qızlar, bunların hamısını, baxın, bir veşilkadan asmışam deyə, ona görə belə az görsənir. Əslində, yəni, bunların hamısını ayrı-ayrı veşilkadan assam, belə bura qədər gələr. İstifadə etməyəcəyim bir şey. Məsələn, elə olub ki, şərflərim bundan da çox olub. Sadəcə olaraq istifadə etmədiklərimi ayırmışam. Yəni, istifadə etdiklərim əlimin altında olsun. Yoxsa ki, şərflərim daha çox idi. Qalın şərflərim vardı, nə bilim, bir cərəbədə şərflərim vardı. Onların çoxsunu çıxartmışam. İndi yoldaşım evə gələndən sonra bunları görəcək burada belə. Bir də uzaqdan tutum, yəni əməli başa doldu da qardırobum. İndi görəcək, deyəcək ki, hə, deyir, bəxtəvərin paltarlarına bax. Nə qədər deyir, alıb yığırım bura, rəng-bərəng. Amma neyiniyim qızlar, yəni hamısını dedim də səhatını almışam, nə vaxt almışam. Yəni bir il ərzində almamışam mən bunları, ona görə. Nəysə, hələ də almağa davam edirəm hətta. İnşallah ki, bunlar hamısının üstünə belə qəşəng ximarlar almaq istəyirəm. Belə rəng-bərəng, cıvıl-cıvıl, türklər demişim. Qəşəng olsun. Dünənlərdə qızlar yoldaşımla bağlamanı açdığım üçün heç o qədər danışa bilmirəm onun yanında. Çünki danışa-danışa çəkəndə deyir ki, səsinlə qoyacaqsan, danışa-danışa qoyacaqsan. Deyirəm ki, bəs nə ilə qoyum? Mahnı ilə qoyum, bağlama sıramda danışmalıyam, deməliyəm. Yəni, bu ayaqqabı mən deyərdim ki, bunlar rahatdır. Bu arada etiketini çıxartmamışamsa, yəni mən xoşduram ki, nəyəsə geyinəndən sonra etiketini çıxardım. Qardırobumda etiketli nələrsə görməyi sevirəm. Yəni, bunlar rahatdır. Baxmayaraq ki, bundan qat-qat ucuz almışam. Yəni, 2 manata təsəvvür edeyim bu ayaqqabını almışam. Bunları da nə üçün almışam sonra deyəcəm sizə. Amma ki, gəl, bundan çox-çox rahatdır. Görünüşü düzdür, bundan çox sadə ola bilər. Amma mənə rahatçılığı lazım idi ki, yeriyəndə falan belə ayağımı incitməsin. Ona görə bunu seçdim. Mən bu ayaqqabıma bir dənə kombin tapa bilmədim də, qızlar. Bir dənə kombin eləyə bilmədim də bu ayaqqabı ilə. Yəni, alandan bəri heç geyinə bilməmişəm. Baxın, təzədə qalıb. Yoldaşım nədər ağzına asılsa, dedi ki, təzə qalsın. Həqiqətən təzə də qalıb da, yəni necə nəfsini tökübsən bilmirəm. Əslində qızlar, bundan bir köynək almışdım keçənləri. Sadəcə o köynəyi də bir dəfə geyindim Qəbələyə, sonra geyinə bilmədim. Gəlin o köynəyi göstərim, niyə görə geyinə bilmədim. Baxın qızlar, LC2-dən belə bir köynək almışdım. Lavandalara gedəndə bir dəfə geyindim, sonra isə geyinə bilmədim. O da niyə görə? Baxın qızlar, burasına bir ləkə düşmüşdü. Mən isə onun üstünə ləkə çıxardı, sprey vurdu. Sonra isə başladım onu xırda-xırda sürtməyə. Bir də gördüm ki, köynək belə cırıldı. İndi bilmirəm, yəni bu ayaqqabını bununla geyinə bilərdim. Altından ağ sarafan, üstündən belə saroçka, bu ayaqqabı ilə yəni çox qəşəng kombin olardı. Sadəcə olaraq indi bu cırıldığı üçün ustalar imkan vermədi. Sadəcə olaraq indi bu cırıldığı üçün bilmirəm ki, buna nə edeyim. İstəyirəm ki, buraya qaş yapışdırım, yəni qaş tikim, ya etiket fason bir şey tikim, nəsə eləyim ki, heyfdir də, yəni bu köynəyi mən bir dəfə geyinmişəm. Sonra geyinə bilməmişəm. Hətta material da çox-çox gözəldir. Yəni sərin material. Onu necə aramıza qaytara bilərəm. Və əlavə fikirlər olan varsa yaza bilər ki, mən bunun üstünə nə tikim, nə yapışdırım, nə edeyim. Gəlin sizə çantalarını da göstərim qızlar. Bunu yəqin ki, bunu görərsiniz məncə vloglarda. Bunu isə artıq istifadə eləmirəm. Nəyə görə? Bir dəfə biri mənə dedi ki, bəs bu Yahudələrin nişanıdır. Ona görə bunu istifadə eləmirəm, qalıb. Sonra bunu da görmüsünüz. Bayaqçını ora qoydum. Bura biraz qatma qarışıqdır. Bir də ki, bu çantam. Bu çantanı alanda nə üçün almışdım? Baxın, bu köynəyim. Bir də ki, bu ağ plisi ətəyim. Belə bir kombin eləmişdim. Ağ çəhrayı. Ona görə bu çantanı almışdım. Bunu da
Desən 45 manat almışdım nəsə belə. Yəni orijinal deyil, orijinalın A klassıdır. Baxın belə. Yəni içinə qədər belə etiketi var. Yazısı falan var. Xoşlamıram qızlar, gedim bir çantaya 200-300 manat belə pul verim. Çünki heç bir əşya biz ölənə qədər bizdən getməyəcək. Yəni ona görə mənasızdır gedib ona o qədər baha pul verib almaq. Amma belə yəni lazım deyil ki, bahalı alım. Ay ki, məsələn, bahalı görsənim, desinlər ki, ay bunun çantası falan qiymətlidir, bəhmən qiymətlidir. Yox yəni. Çox şirindir. Bunun çox başqa rəngləri də var idi. Hətta sadəcə mənim kombinimə səhraya lazım olduğu üçün səhraya almışam. İndi amma bunu yenə də işlədə bilərəm. Necə işlədə bilərəm? Altından ağ don, üstündən səhraya rəngli ximar uzun. Belə səhraya çantamda yenə işlədə bilərəm məncə. Əslində fikirləşdim ki, bunu verim ki, məsələn, saat olaraq heyfim gəldi, dedim təzədir. Ona görə indi ağlıma gəldi ki, elə istifadə edə bilərəm. Və qızlar, bir şey də göstərim sizə. Bu maskaları, yəni harca 2 il olar ki, belə almışam. Elə ha dedim istifadə eləyərəm, bugün eləyərəm, sabah eləyərəm. Artıq üstündən 2 il keçib. Bayaq ChatGPT-dən soruşdum ki, bəs bunları istifadə eləmək olar yoxsa yox. O da dedi ki, burada yazılıb da yəni hamısı. Mən sadəcə başa düşmürdüm. Dedi ki, olmaz, artıq sorokları bitib. Düzdür, bəzilərinin içində məsələn bunun suyu quruyub demək olar ki. Amma ki, bunların içində hələ də nəmlilik var. Amma ChatGPT dedi ki, olmaz, sorokları keçib. Ona görə də bunları məcbur atmalı olacağam. Bunları Trendyoldan almışdım. Yəni set şəklində almışdım, çox idi. Hətta bundan əlavə L'Oreal'ın falan da almışdım. Yəni çox almışdım, bilirəm, maska şəklini tapsam qoyaram sizə. Bunları istifadə edə təəssüf ki. İndi isə qızlar başlayıram buraları yığışdırmağa. Bunu qaldırdığım üçün aşağı salanda bütün hər tərəfi çıxdı. Yəni kəş ki buna rezinli pastel alardım. Onu da gəldiyi günlərdə həll eləyərik. Belə başlayaq indi buraları yenidən səliqəyə salmağa. Və qızlar buraları da səliqəyə saldım. İndi sizə nə göstərim? Dönənləri çəkmişdim axı ki, bəs artıq üstünü vururlar. Dəqiqə. Baxın. Belə. Bunların işləri qutarsın qızlar. İstəyirəm balkonun şüşəsini falan siləm. Bu çölün pəncərəsini falan siləm. Yəni bizim otağın. İstəyirəm az qalırlar. Məncə sabah artıq bitirərlər. Görürsünüz şüşələrin halını. Allah işlərini qutarsınlar. Sonra başlayayım yavaş-yavaş. Mən də təmizliyimi eləməyə. Və çoxdan da sushi yemirdik. Ona görə yoldaşımdan xahişlədim. O da aldı, gətirdi, sağ olsun. Burada belə bir bişmiş növlərdir və başqa növlər də var. Çox adam əslində sushini bəyənmir. Amma ilk başlayanda bişmiş növündən başlayın qızlar. Yəni yeməyənlər üçün deyirəm, hətta xoşlamayanlar üçün yəni. Çünki bişmiş növündən başlasaq, sonra digər növlərini yeyə bilərsiniz. Amma mən ilk yeyəndə yəni çiğ növündən yedim, hətta çiğ balıqlısını falan almışdıq. Yəni çox bəyəndim onda da. Ondan sonrası artıq bağımlısına çevirdim. Yoldaşım amma bunların bişmiş növünü xoşlayır. Mən amma hər türlüsünü xoşlayıram. Tüklər demişkən, yəni çiğ, balıqlı, nə bilim, yəni hansı növ olursa olsun yeyərəm yəni. O dərəcədə sevirəm sushini. Uşaqların da yeməyini ayırdım. Belə soya sosundan da əlavə qoydum. Biz öz tabağımızda ayırmışıq. Yenə türklərin sözünü işlətdim. Burada isə wasabi mən ən çox xoşladığım. Bir də bu qırmızı zəncəfildirmi? Onların kələmi də hər nəsə, onu da çox sevirəm. Növbəti gündə qızlar və pişiyə çörək atmışam. Bayaqları atdım, yemədi, özünü çevirdi, getdi. Sonradan gördü, yox, bunlardan başqa bir şey çıxmaz. Bizə də yəni bunu yeyə biləcəyi bir şey olmadığı üçün məcbur belə çörək atdım. Nəsə getdi, qayıtdı, axır gəldi, yedi, gördü. Gördü, başqa çarə yoxdur. İndiki pişiklər mən birinci səfər ki, Bakıda görürəm pişik çörək yeyir. Yəni rayonda yeyirdilər. Bakıda 2 dəfədir. Da bəyənmirdi, indi adı nə qədər acıdırsa indi yeyir çörək. Burada isə qızlar təzə pir məscidindən getmişdik. Burada nə üçün getmişik? Vaxtı zamanı gələndə belə ağalar demişkən deyəcəm, hamısını sizə danışacağam, amma hələ ki sürpriz olsun. Yəni ona görə mənim kanalımı izləməyi, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bu aralar sizlərdən küsmüşəm, incimişəm, çünki son videoma baxış sayı çox az gəldi. Yəni niyə belə elədiniz bilmirəm. İnşallah ki buna baxarsınız, bəyənərsiniz. Yəni gələcək günlərdə sizə yaxşı bir xəbərim olacaq. Düz bu məndən bağlı bir şeydir, amma mənim sevincimə sevinənlər ümid edirəm ki bu xəbərdə sevinəcəklər.
Yüzücü serisi var kızlar. Öyle bakalım. Şeyler var. Bunlar ne şimdi? İş var da bizde. Yüzücü de maraqlı. Bunlar uşaq otağısı masniklərdir. Baxın. Maraqlı göstərirlər. 17.99'a belə bir yataq yanı qoymaq da var. İstifadə eləmək var. Tərtib belə nəvi də var. Bunlara baxan və qızlar. Çox şirindir. Baxın. Güneş ışığı ilə işləyən belə bir ışıq. Həyətə qoymaq üçün maraqlıdır. Sonra burada böyle Pinterest tipli kablar var, dekoratif. Ona bakın hele. Bu çiçeklere bakın kızlar. Çok geçinç göstermiş. 6.99. Beybiler göstermiştim çiçek size. Hala burada lalelere bak. 7.99. Meraklı görsenler. Bakın kızlar, bu 500 gram deyirəm. İndi bunun akşamüstü gəlib götürəcəm. 899'dur. Çok sert verdi, 6 dənə. Və burada belələr də var. Parçalanlar 399. Üçün bundan alın. 5 dənədir bunda. Renk olarak uyur, sadəcə taxta deyil, ona görə. Bu stəkanlar da maraqlıdır qızlar. 10 manatdır, içində 4 dənə. Həm səhrayı, həm də çelə bənəfşə rengi. Buna bakın hele. Şaxtal karları. Çok şirindir. Çok bulacaklar evde. Buna bakın hele. Ayıcıklı. Kardeşimin oğlusuna vardım böyle. Şirin şirin. Ay hala. 12.99. 2 tane böyle sette. Bu tohumlar çok geçiyorlar. İnşallah gəlbalarıq bir yerde. Ve bunlar materialda çok geçişli şalvarıyla birlikte. Hele buna bakın hele kızlar. Bu nedir? Şalvarına bak. Ay Allah. Kızını gösterip de buna bakın hele kalpli. Kız. Buna bakın hele. Ay Allah. 14.99. Çok şirindiler. Buna bakın hele kalkatka. Arkası bir gaz gördekti. Burada bebeler de var. Çiçekli. 4.99 indirime düşür. Bir de çekim uzaktan. Bunun renklerine bak. 17.99'a. Böyle sehrayı, krem, bir de su yaşalı. Bunların en sevdiğim renkler. Çok güzel. Meşhur stitchli pijama 14.99. Bilmiyorum kız üstüne var da yayınca. Kız uşaklar için kupanikler. Allah ne de şirindiler. 14.99 parası. Hele parasına bak. Buna bakalım. Ama 6.49. Mamanın gülləri açıb. Ay Allah. Ne qəşəng. Belə alçalara baxın, biraz böcək basıb onun alçaları. Buna baxın hele. Güzel de iyi gəlir. Sarmaşıq gildəzdə. İndi birazdan bütün belə atacaq baxın. Buna baxın hele.
Bu palıd ağacına baxan qızlar görün nə boyda olub hələ. Prosta Mamagilin həyətində burada tok var. Və bunu da qardaşım palıd ağacının tumundan əkib. Yanından gətirmişdi balaca tumunu. Gətirdi, əkdi həyətə. Elə böyük ağac oldu və ən çox sevdiyim ağac. Yəni bu yetişəndə sırf buna görə gəlirəm Mamagilə. Biri orada da o meyvələr daha böyük olur. Bu artıq biraz elə bilirəm ki, yaşlaşıb. Ona görə bu meyvəsi o qədər də böyük olmur. İndi Mayaya yenə gələcəm bunları yeməyə inşallah. Çox gözəldir, xoşum gəlir mamam bağıma, yaşıllıqdır. Və qızlar, mənim dahiyanə icadım, fikrim, keksim. Görürsünüz də yəni gözəlliyi. İndi qoyuram onu bişməyə. Qızlar, toy kərvanına qoşulmuruq, gedirik. Heç dəxrisi yoxdur, tanımırıq kimdir. Hansısan? Bu benim. Aa, bu balıqdan. Bundan görmüşəm Instagramda. Necə balacadır bu? Bak ben buyum. Hələ videoda böyük düşür. Canlı balacadır. Geçək. Ay düşük. Ayda, nə qəşəngdir bu. Maşallah, maşallah, gözüm dəyəri bilirsiz də mənim gözümü. Çək. Siz xoş gələtdir, amma can əti isti deyil, şansın. Qaçıram, yox, sonra yerəm. Bu özü dağıdığımızda, falan nə? Hasan. Siyasal. Sakalı var mı? Hayır, sakalı duyarım. Bak, kulağına başlamak tapatalayacaksın. Bilmirəm. Dedi bir adamın yanına. Anlaram. Aha, deməli neçəsin qalib gəldin? Və qızlar, artıq vlogu isə burada sonlandırıram. Əslində bu vlogu çoxdan çəkmişdim. Sadəcə vaxt idinizi paylaşa bilmirdim bir türlü. Videonu bəyənməyi, kanala abunə olmağı və yorumlarda fikirlərinizi yazmağı unutmayın. Kanalımda aktiv olun mənim dəyərli izləyicilərim ki, yeni vloqlar paylaşmağa da mənim həvəsim olsun. Özünüzə yaxşı baxın. Hələlik.